parkımızın ən təhlükəli ilanıdır. Bu dəqiqə mənə baxır. İstəyini görə bilərdim ki. Mən tamamilə içəri daxil oldum. Konkret fokusladım mənə. Səsi ilə mənə bildirmək istəyir ki, təhlükə var, uzaqlaş buradan. Mən isə istəyirəm çadırı bağlayayım. Görüm ondan qala biləcəm ya yox. Çadır da bağlamaq istəmir. Hal-hazırda çadırımı ölkəmizin ən zəhərli ilanı olan Livan gürzəsi ilə bölüşürəm. Baxın. Bu dəqiqə orada məni gözləyir və ara sıra səslər çatmaqla mənə xəbərdarlıq edir ki, təhlükəlidir, burada qalma. Və bu video çəkməkdə məqsədim sizə onu göstərməkdir ki, yəni ilan keyfindən bizi sancmır. Sadəcə olaraq biz onu yolunu kəsən zaman, onun üçün təhlükə yaradan zaman o bizi sanca bilir. Təxminən 1 metrlik məsafədə Livan gürzəsindən üz-üzə qalmışam. O yalnız buradan çıxmağı və uzaqlaşmağı düşünür. Çünki onun məni sancmağından qazana biləcəyi heç nə yoxdur və hal-hazırda isti aylar olduğu üçün ən təhlükəli vaxtlardır və bu vaxtlar həddindən artıq aqressiv olurlar. Belə dostlar, istədim sizi bu istiqamətdə maarifləndirim və bundan əlavə olaraq da istəyirəm Livan gürzəsi haqqında biraz məlumat verim. Gördüyünüz bu ilan ölkəmizdə yayılmış ən zəhərli ilandır. Həqiqətən çox böyüdür. Biz nəhəng gürzə kimi qeyd edən zaman bəziləri deyir ki, bundan böyüyünü görmüşəm. Yəni bu böyüklük məsələsi deyil, bu nəhəng gürzə cinsinə aiddir. Livan gürzəsi gedir. Bəzən buna Qafqaz gürzəsi də deyirlər, nə bilim qılquyruq deyirlər. Yəni buna çox adlar deyirlər. Çox təhlükəli olmağına baxmayaraq, həqiqətən də faydalı bir ilandır. Ümumiyyətlə zəhərli ilanların faydası tibbdə bilirsiniz, çox genişdir. Gələcəkdə yenə bu istiqamətdə çoxlu işlər görülə bilər. Ona görə bunlara toxunmaq, bunları öldürmək, yəni məcburiyyət qarşısında qalmasaq daha məqsədə uyğun olar. Təhlükə yarandıqda isə ərazidən uzaqlaşdırsaq daha yaxşı olar. Əgər elə bir imkanımız olmasa, onda yəni nə bacarırsınızsa onu elə bilərsiniz. Amma yolda gedərkən götürüb bunu öldürmək, nə bilim, bəzi insanlar ki var, bununla hətta qürur duyur. Belə şeylər eləmək olmaz, amma ekstremal vəziyyətdə qidalanmaq üçün bəli istifadə etmək olar. Çünki bütün canlılar bizim üçün yaradılıb, ehtiyac yarandıqda biz onlardan istifadə etməliyik. Çünki təbiətin qanunu budur, yeməlisən ki, sağ qalmalısan. Belə dostlar, istədim bu qədər məlumatdan sonra yavaş-yavaş çadırdan uzaqlaşım. Çünki onu çox incitmək istəmirəm. Bu da çıxmaq istəyir. Gördüğünüz kimi dostlar, belə otlaq ərazidə çadır qursanız, həşəratlar, əqrəblər olsun, ilanlar olsun, sizin çadırınıza daxil ola bilər. Və isti aylarda qətiyyən çöldə ayaqqabılarınızı soyunmayın. Çünki çöldə ayaqqabı soyunsanız, bunu bura keçirdək, çöldə ayaqqabınızı soyunsanız, sizin üçün təhlükəyə yarana bilər. Hər bir halda ayaqqabınızın içine baxın. Normalda əqrəb olsun və bunun kimi digər xırda həşəratlar bizim üçün konkret ölümcül təhlükə yarada bilərlər. Əsasən də yatdığımız zaman bizi elə bir yerdən sanca bilərlər ki, yəni bizim üçün ölümcül ola bilər. Və yaxud haman ki ərazidən biz tibb məntəqəsinə vaxtını çata bilməyə bilərik. Bunun kimi şeylər var. Odur, hər bir halda diqqət edəcəyiniz bir məsələ çadırımızın girişini hər zaman bağlı saxlamaqdır. Və bundan əlavə olaraq, çadırın girişindən də əlavə olaraq, gördüyünüz kimi buralarda onlar gizlənə bilərlər. Giriş-çıxış zamanı çox diqqətli olmaq lazımdır və əsasən isti aylarda ayaqqabılarınızı olsun,
və yaxud hər hansı bir ləvazimatı çöldə saxlamayın. Həm tülkülər və digər bunun kimi canlılar, tülkülər daha doğrusu ayaqqabılarınızı apara bilər. Digər canlılar isə ayaqqabınızın içinə girə bilər. Nə bilim, sizin üçün hər hansı bir təhlükə yarada bilər. Və bunun kimi şeylər. O da hər şeyə diqqət eləsək və çadırımızı düzgün yerdə qursaq. Məsələn, burada çadır qurulub. Ətraf ərazi hamısı gördüyünüz kimi otluq ərazidir, sıxlıq ərazidir, yarpaqlıq da ola bilər və bunun kimi yerlərdə qətiyyən çadır qurmaq olmaz. Çadır təmiz ərazilərdə, yəni hər hansı bir canlının orada gizlənmək şansı olmadığı ərazilərdə qurulmalıdır ki, sizin üçün təhlükəli olmamalıdır. İndi bu qədər danışmaqdansa, istəyirəm biraz Levante gürzəsini sizə yaxından göstərim və Azərbaycanda bu növ ən təhlükəli və ən zəhərli növdür.